Abşeron rayon ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərər çəkən idarə etdiyi avtomobildən müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunu ələ keçirdiyi barədə polisə müraciət edib. Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı Rahib Dünyamaliyev müəyyən edilərək saxlanılıb. Bakı şəhərində müxtəlif vaxtlarda taksi şoferlərindən telefonlarını alaraq həmin yerdən uzaqlaşmışam. Bununla əlaqədar Qobu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanmışam. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha da bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ilə ələ keçirdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır. Sevindilar Kifoğlu, Medios TV üçün.